Şəmkir rayon Sabirkət kəndindəyik. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün deməli 44 günlük müharibənin şərəfinə 44 gün bu kəndin əhalisi ehsan verir. Deməli hər bir ailə bir siyahı tutub və bu siyahıda olan insanlar gündə biri olmaq şərtilə ehsan verirlər şəhidlərimizin adına. Bu kəndin təşəbbüsünə alqışlayıram və hər kəsə təşəkkür edirəm. Bu işi düşünənlərə sağ olsunlar ki, cəmiyyətimizdə bu günləri bu kəndin gəncləri, yaşlıları, xanımları da başda olmaq şərti ilə belə bir təşəbbüsə qoşularaq hər gün bu qapı hər kəsin üzünə açıqdır. Allah şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə can sağlığı versin. Bu mərasim Zəfər gününə kimi davam edəcək və Zəfər günü də burada yəqin ki, həm ehsan, həm də ki, bayram tədbiri kimi qeyd olunacaqdır. Bütün şəhidlərimizə, yəni bu kəndin daha doğrusu şəhidlərinin burada gördüyünüz kimi portretləri var. Allah hər birinin məkanını cənnət eyləsin və bu kəndin gənclərinə də, ağsaqqallarına da, xanımlarına da təşəkkür edirik. Sağ olsunlar düşündüklərinə görə. Qarabağ Azərbaycandır. Zəfərimiz mübarək.